Siz şagirdlər və müəllimlər, hər birinizi xoş gördüm. Artıq bilirik ki, 2025 sertifikasiya imtahanına sayılı günlərimiz qalıb və mən də sizlərə dəstək olmaq üçün düşündüm ki, sinif testlərinin, həmçinin sinif dərsliklərinin videoizahı ilə sizlərin qarşısında olum və ən əsası 11-ci sinif şagirdlərimiz də imtahana getmədən öncə sinif dərsliklərinə bir göz gəzdirməyiniz mütləq şəkildə məsləhətdir. İndi isə davam edək ikinci mövzumuzla. Əgər birinci mövzumuz haqqında xəbəriniz yoxdursa, o zaman kanala keçid eləyərək həmin hissədən birinci mövzudan mənimlə bərabər kitabın sonuna qədər bərabər şəkildə irəliləyərik. Biz bu günləri sizlərlə fizika 11-ci sinif dərsliyindən ikinci başlıqla bir aradayıq. Başlayıram. Elektrostatik sahə, elektrostatik sahənin intensivliyi. İlk öncə burada 8-ci sinif dərsliyində sizlərə elektrik bölməsi haqqında məlumat verilir və 11-ci sinif dərsliklərinin hər birinin əvvəl hissəsi mütləq şəkildə bundan əvvəlki siniflərdə keçirilən dərsliklərə əsaslanaraq qısa xatırlatma hissələri verilir. Gəlin eləsə, biz vaxt itirmədən həmin məlumatlar haqqında tanış olaq, daha sonra isə keçək elektrik mövzusuna. Sükunətdə olan elektrik yüklərinin yaratdığı sahə elektrostatik sahə adlanır və elektrik sahəsinin intensivliyi elektrik sahəsində sınaq yükünə təsir edən elektrik qüvvəsinin bu yükün miqdarına olan nisbəti ilə ölçülən fiziki cəmiyyətdir. Sahənin intensivliyi Y hərfi ilə işarə olunur. Y bərabərdir F bölünsün Q-yə və sahənin intensivliyi vektorial kəmiyyətdir. Sahənin intensivliyinin buradan vahidini alsaq, Y bərabər olmuş olacaqdır. 1 Newton bölünsün Coulomb şəklində ifadə eləyə bilərəm. Və sahənin intensivliyi nə F-dən, nə də Q-dən asılı deyil. Q burada sınaq yüküdür. Sınaq yükünün miqdarını artırdıqca ona təsir edən elektrik qüvvəsi də eyni qədər artır və yaxud azaltdıqca eyni qədər azaldığına görə sahənin intensivliyi nə F-dən, nə də Q-dən asılı deyil. Daha sonra Coulomb qüvvəsi sükunətdə olan iki nöqtəvi yükün qarşılıqlı təsirini ifadə edən bir qüvvədir ki, Coulomb qüvvəsi sanki ümumdünya cazibə qanununun oğurlanmış bir düsturdur. F bərabərdir K vurulsun Q1 vurulsun Q2 bölünsün R kvadrat şəklində qeyd edə bilərik. Bu zaman həmin bu düsturlara əsaslanaraq sahənin intensivliyi üçün yeni bir düstur yazsam, o zaman yazıram Y bərabərdir. F-in yerinə yazıram K vurulsun Q1, Q2 bölünsün R-in kvadratı bölünsün intensivdə bir dənə də Q1 yazaq buna məsələn və ya Q0 yazaq. Q-lər ixtisar getsə, onda düsturumuz olacaq KQ bölünsün R-in kvadratına. İndi isə gələk motivasiyada verilən hissəmizə. Şəkildə verilən hesablama sisteminə nəzərən sükunətdə olan müsbət Q0 yükünün yaratdığı sahə təsvir edilmişdir. Buradan aydın şəkildə görünür ki, müsbət yükdən intensivlik xətləri mütləq şəkildə özündən kənara doğru çıxmış olur və müsbət yükdən uzaqlaşdıqca sahənin intensivliyi azalmış olacaqdır. Araşdırma 1. Aşağıdakı sualları araşdırın. Elektrik sahəsinə gətirilən sınaq yükünün miqdarını 2 dəfə artırdıqda sahənin intensivliyi necə dəyişər? Sahənin intensivliyi sınaq yükündən asılı deyil. Elektrik sahəsini yaradan zərrəciyin elektrik yükünün miqdarını 2 dəfə artırsam, sahənin intensivliyi 2 dəfə artırmış olar. Və burada deyir ki, nəticəni müzakirə edin. Bilək ki, sahənin intensivliyi Y bərabərdir K Q bölünsün R düsturuna əsaslanaraq burada olan kəmiyyətlərdən asılı olmuş olacaqdır. Belə ki, sahənin intensivliyi yüklə düz mütənasib asılı idi, məsafə ilə isə kvadratik olaraq tərs mütənasib asılı olmuş olacaqdır. Bundan əvvəlki mövzumuzda da qeyd etdik ki, elektrik sahəsinin intensivliyi elektrik bölməsini ifadə edən
xarakterciliyin əsas kəmiyyətlərdən biridir. Belə ki, elektrik sahəsi verilən hesablama sisteminə nəzərən sahənin intensivliyi sıfırdan fərqli və B maqnit induksiyası sıfır olan elektromaqnit sahəsidir. Və əgər elektrik sahəsinin verilən hesablama sisteminə nəzərən sükunətli olan elektrik yükləri yaradırsa, artıq bu sahə elektrostatik sahə adlanmış olur. Və elektrik sahəsi bircins və qeyri-bircins olmaqla iki yerə bölünür. Bircins sahə dedikdə intensivliyi istənilən istiqamətdə, yəni fəzanın bütün nöqtələrində ədədi qiymət və istiqamət olaraq sabit olmalıdır. Və bircins sahədə iki dənə paralel qoyulan lövhədən söhbət açmaq olar ki, bütün nöqtələrdə intensivliklər bir-birlərinə bərabərdir. Qeyri-bircins elektrik sahəsindən söhbət getdikcə nöqtədən nöqtəyə sahənin intensivliyinin ədədi qiyməti və istiqaməti dəyişir. Və 8-ci sinif dərsliyindən öyrənmişik ki, müsbət yükdən intensivlik xəttləri özündən kənara doğru çıxır. Bunu belə yadda saxlaya bilərsiniz ki, müsbət pozitiv olan insanı öz enerjisini ətrafa doğru yayır. Mənfici neqativ olan bir insanda bütün enerjiləri özünə doğru çəkər, onu sıfırlamış olur. O zaman qeyri-bircins sahədə deyirik ki, müsbət yükdən uzaqlaşırsa, sahənin intensivliyi azalır. Mənfi yükdən uzaqlaşdığı bu zaman sahənin intensivliyi mütləq şəkildə artmış olacaqdır. Sahənin intensivlik düsturunu Y bərabərdir K2 bölünsün R kvadratına əsaslanaraq təyin etdik. Və burada K-nın yerinə biz 1 bölünsün 4 pi epsilon şəklində qeyd edə bilərik. O zaman intensivliyin ifadəsi 1 bölünsün 4 pi epsilon 0 vurulsun Q0 bölünsün R kvadrat şəklində qeyd edə bilərik. K burada mütənasib əmsaldır, Y0 isə elektrik sabitidir və özlərinə məxsus olan hər ikisinin ədədi qiymətləri var və dərslikdə, istər testdə, istərsə də imtahanda mütləq şəkildə qiymətləri sizə hazır formada veriləcəkdir. Burada da qeyd olunub ki, müsbət yükdən uzaqlaşır, sahə intensivliyi, yəni müsbət yükdən kənara doğru çıxır, mənfi yükdə isə intensivlik xəttləri özünə doğru daxil olmuş olacaqdır. Və sahənin intensivliyinin yükdən və radiusdan asılı qrafikini çəksək, ilk öncə qeyd edə bilərəm ki, sahənin intensivliyi yüklərin sabit qiymətində radiusla kvadratik olaraq tərs mütənasib asılıdır. Yükə gəldikdə isə sahənin intensivliyi radiusun sabit qiymətində yüklə, yəni sahənin özündə olan yüklə, sınaq yükü ilə, yox sınaq yükü ilə asılı deyil. Sahənin özündə olan yüklə düz mütənasib asılı olmuş olacaqdır. Burada şəkildə qeyd edir ki, RB kiçikdir RA-dan. Deməli, RA-nın radiusu böyükdür. Radius böyükdürsə, o zaman sahənin intensivliyi azaldığından, deməli, YB-nin radiusu YA-dan böyük olmuş olacaqdır. Burada da eynidir. Burada da RA RB-dən böyükdürsə, mütləq şəkildə YB YA-dan böyük olmuş olacaqdır. Müsbət yükdürsə, yükdən xaricə, mənfi yükdürsə, mütləq şəkildə həmin yükə doğru daxil olmuş olacaqdır. Daha sonra elektrik sahələri üçün superpozisiya prinsipi ödənilir. Fəzanın verilən nöqtəsində bir neçə elektrik yükünün yaratdığı sahənin yekun intensivliyi ayrı-ayrı yüklərin yaratdığı sahələrin intensivliklərinin həndəsi cəminə bərabər olmuş olacaqdır. Burada həmçinin sizlərə adsız bir kəmiyyət olan dielektrik nüfuzluğundan istifadə olunur. Dielektrik nüfuzluğu F0 bölünsün F şəklində qeyd edə bilərik. F0 vakuumda F isə adi mühit daxilində ifadə olunur. Ən çox biz bunu sizlərlə sahənin intensivliyi ilə bağlı olan düsturu epsilon bərabərdir Y0 bölünsün Y şəklində qeyd edə bilərik. Davam edirəm. Dedik ki, intensivlik müsbət yükdən özündən kənara doğru çıxır, mənfi yükdə isə özünə doğru daxil olmuş olacaqdır və sahənin intensivliyi məsafə ilə tərs mütənasib asılıdır. İndi araşdırma 2-ni mən sizlər üçün saxlayıram. Şərh bölməsindən qeyd edərsiniz, mən görüm dərsimizi necə diqqətlə qulaq asmısınızmı? Gəlirəm həyatdan əlaqələndirin.
Gündəlik həyatımızda geyindiyimiz paltarlar və bədənimiz müxtəlif səbəblərdən sürtünmə, toxunma, daim statik yüklə elektriklənir. Nəticədə hər birimiz artmaqda olan elektromaqnit sahəsinin mənbəyinə çevrilir. Bu isə orqanizmdən tədricən müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də müntəzəm olaraq bədənimizdə elektrik yüklərini azad etməliyik. Sizcə, bədənimizdə toplanan elektrik yüklərini hansı üsulla asanlıqla boşaltmaq olar? Belə ki, İnsana deyirlər ki, əgər sən yorğunsansa, ya əsəbsənsə, ya negativ enerjilərin çoxdursa, ayaqyalın torpaq üzərində durmağın kifayət eləyir. Çünki bizim bədənimizdə olan mənfi yüklər, negativlər hər biri torpağa doğru axıdılır və təsadüflə deyil ki, daha çox elektrik cəryanı vuran insanları əgər ilk müdaxilə olaraq hər hansı bir yerə çatdırmaq qısa bir müddət ərzində mümkün olmasa, həmin insan torpağa bastırılır və torpağa bastırılan zaman insanın bədənində olan artıq mənfi yüklər torpağa doğru hərəkət etmiş olur. Çünki hərəkət edənlər elektronlardır, protonlar hərəkət icra edə bilməz. Və istəsəz siz də bunu bir dəfə sınaya bilərsiniz. Belə ki, məktəbdən gəlmişsiniz, yorğunsuz, sakit bir mühitdə ayaqlarınızı çıxardırsınız, qoyursunuz torpaq üzərinə. Sakit bir musiqi də olsa yaxşı olar. Birazdan sonra özünüzün daxilən sakitləşmiş olduğunu həqiqətən də hiss edəcəksiniz. Davam edirəm, özünüzü qiymətləndirin. Y bərabərdir F bölünsün Q düsturuna əsasən söyləmək olarmı ki, elektrik sahəsinin intensivliyi elektrik qüvvəsindən düz sınaq yükünün miqdarından tərs asılıdır? Xeyr. Çünki sınaq yükünün miqdarı artdıqca qüvvə də artır, əksinə sınaq yükünün miqdarı azaldıqca nə baş vermiş olacaqdır? Mütləq şəkildə yükün azalırsa, qüvvə də azalmış olacaqdır. Sonra vakuumda qarşılıqlı təsirdə olan yüklər arasında epsilon bərabərlik 8 olan mühitə yerləşdirsə, bu zaman yüklər arasındakı qarşılıqlı təsir necə dəyişmiş olar? Biz dedik ki, epsilonla tərs asılıdır. Əgər epsilon qiyməti 8 dəfə artırsa, bu zaman sahənin intensivliyi azalmış olacaqdır. Sonra 3 bizə deyir, sahənin intensivliyini müəyyən edin. Elektrik sahəsinin intensivliyi Y bərabərdir F bölünsün Q-dür. Yəni, F-imizin qiyməti 0,018 bölünsün 0,5 və ən əsası burada çevirmə olaraq verib mikro. Yəni, vurulsun 10 üstü mənfi əsaslanaraq hesablama aparması. Bu da eləyir 0,018 vurulsun 10 üstü mənfi 6, yuxarı çıxanda olur 10 üstü müsbət 6 bölünsün 0,5. İndi bizə verməyib burada intensivliyin qiyməti nə olaraq qeyd edilir? Məsələn, 0,5-i mən 2-də 1 olaraq yuxarı çıxardaram. O zaman yazaram 2 vurulsun 0, bunu ən yaxşısı belə yazaq. 2-ni vuraq yazaq. 0,08-i 2-yə vururam 6, 96 vurulsun 10 üstü müsbət 6 şəklində qeyd edə bilərik. Davam edirəm 4. Elektrik sahəsinin təsir sərhəddi nə qədərdir? Biz elektrik sahəsinin təsir sərhəddi haqqında məlumat verə bilmərik. Çünki sonsuzdur. Sadəcə olaraq bir məlumat verə bilərik ki, məsafə artdıqca, yəni daha çox uzaqlaşdıqca mütləq şəkildə elektrik sahəsinin intensivliyi də azalmış olur. Bəs bunu hardan bildik? Y bərabərdir K2 bölünsün R kvadratına əsaslanaraq qeyd edə bilərik. Artıq ikinci videomuzun da sonuna gəldik. Hər birinizə uğurlar arzulayıram.